Salam dəyərli izləyicilərimiz, hər birinizə Şahin TV kanalı vasitəsilə salamlayıram. Biz bugün Ağdam rayonunun Xındırıstan ərazi nümayəndəliyinin 1-ci Baharlı kənd qəbirstanlığına gəlmişik və burada şəhidimiz Vəliyev Elşən Kamaloğlu haqqında sizə geniş bir məlumat verəcəm dəyərli izləyicilərimiz. 1991-ci il, 1992-ci illərdə Vətən müharibəsi zamanı Elşən Vəliyev könüllü olaraq ordu sıralarına qatıldı və Ağdam rayonunun Mərzili kəndində qanlı döyüşlər zamanı döyüşərək Elşən Vəliyev yaralandı. 25-i 12-ci ay 1993-cü ildə Elşən Vəliyev vətən uğrunda şəhid oldu. Nəzərinizə bir məsələni çatdırım ki, bugün şəhidimiz Vəliyev Elşən Kamaloğlunun 25-i 12-ci ay 2025-ci il tarixində, yəni bugünkü tarixdə doğum günüdür və şəhidimizə Allahdan rəhmət diləyirəm və maraqlı bir hadisə də burasındadır ki, dəyərli izləyicilərimiz, o qədər şəhidimizin Allaha yaxınlığı olub ki, o qədər ruhunun Allaha yaxınlığı olub ki, dinimizə yaxınlığı olub ki, şəhidimiz öz doğum günü şəhid olub. Başımız sağ olsun. Və mən buradan Elşən Vəliyevin anası olan Elza xanım Nüsrət qızına buradan başsağlığı verirəm və şəhidimizin ailəsinə bir daha başsağlığı verirəm, qardaşlarına başsağlığı verirəm və Allahdan bir daha şəhidimizə rəhmət diləyirəm. Vətən sağ olsun deyirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin.